Ermənistanın baş naziri Nikol Paşinyan, parlamentin sədri Alen Simonyanla birgə Tavuş bölgəsinin Azərbaycanla sərhəddə yerləşən Kirans kəndinə baş çəkib. Globalinfo.az, modern.az-a istinadən məlumat verir ki, bu haqda baş nazir aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilib. Paşinyan və Simonyan vətəndaşlarla görüşüblər. Onlar həmçinin müdafiə mühəndislik strukturlarını gəziblər. Daha sonra Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında delimitasiya edilmiş dövlət sərhəddinin bir hissəsini ziyarət edib, orada görülən işlərlə tanış olublar. Nikol Paşinyan əlavə edib ki, səfərin məqsədi Ermənistanın təhlükəsizliyinin təmin olunması ilə bağlı hökumətin vizyonunu təqdim etməkdir. Baş nazir vurğulayıb ki, sərhəddin bu hissəsində hərbçilər Azərbaycan tərəfindəki kimi dəbilqə və ya zirehsiz öz vəzifələrini yerinə yetirirlər. Paşinyan bildirib ki, delimitasiyadan əvvəl Kiransda 90 ev var idi. Bugün hökumətin 16 milyon dollarlıq proqramının bir hissəsi olaraq burada daha 60 ev tikilir, deyə Nikol Paşinyan vurğulayıb. O qeyd edib ki, bu insanların oradakı mühitin təhlükəsiz olduğunu, sülhün gerçəkliyini görüb hiss etməsi deməkdir. Paşinyan qeyd edib ki, bu reallıq əsl Ermənistan deməkdir. Əsl Ermənistan dedikdə nəyi nəzərdə tutduğunu açıqlayan baş nazir, onun əsas komponentinin legitimlik olduğunu vurğulayıb. Nikol Paşinyan Kirans kəndində yeni tikilmiş ibtidai məktəbi və kilsəni də ziyarət edib.